Kickboksing və Muay Thai üzrə Azərbaycan çempionatına yekun vurulub. Əksər çəkilərdə qızıl medallar komandanın üzvləri sahib çıxıb. Ümumilikdə 510 idmançının mübarizə apardığı yeniyetmə və böyüklər arasında kickboksing üzrə ölkə çempionatına gözləndiyi kimi maraqlı alındı. Əksər çəkilərdə çempionluğa bir neçə layiqin namizəd olduğundan Şağan Olimpiya kompleksinə toplaşan azarkeşlər maraqlı döyüşlərə şahid oldu. Böyüklər arasında ən yüngül çəkidə Ağsu İdman Klubundan Elşad Əskərov birinci yer tutdu. 54 kg çəkidə isə Neftçinin yetirməsi Qiyas Şahmərdanov hamıdan güclü oldu. Neftçi klubunun daha bir kickboksçusu Elnur Dəryagir 63 kg yarımda qızıl medala layiq görüldü. 86 kg çəki dərəcəsində Sərhədçi klubunun nümayəndəsi Şənlik Talıbov Azərbaycan çempionatını qazandı. Milli komandanın üzvləri, tanınmış kickboksçular Anar Məmmədov və Zamiq Atakişiyev də adlarına və titullarına layiq döyüşdü. Anar 91 kg-da, Qızıl Əlcə klubunu təmsil edən Zamiq Atakişiyev isə ən ağır çəkidə bütün rəqiblərindən güclü oldu. Çempionluq sevincini ən çox yaşayanlarsa Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin Dinamo klubunun yetirmələri oldu. Bu klubun döyüşçülərindən 6 nəfər, 57 kg-da Elşan Qəniyev, 60-da Zöhrəb Əzimov, 67-də Allahyar Şabanov, 71-də Ramal Asanov, 75-də Emil Mövsümzadə və 81 kg çəki dərəcəsində Cavidan Rəcəbi ölkə çempionu tituluna layiq görüldü. Bu nəticə çempionatın yekun sıralamasında da əksini tapdı. Dinamo qazanılan medalların sayına görə komanda hesabında birinci oldu. Qaliblər qarşıdakı beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək.